Bugün gözəl proqram hazırlamışıq. Opera Balet Teatrının Simfonik Orkestri, Opera Balet Teatrının solistləri, Almaniyada məşhur dirijor gəlib. Çox gözəl proqramdır. 7 gün gözəl bir konsertlər, tamaşalar oldu, klassik ifalar və mən çox sevinirəm ki, Azərbaycanda klassik musiqi həmişə zirvədə olub. Dahi İtalyan bəstəkarı Giacomo Puccini'nin Gianni operasından Gianni ariasını ifa edəcəm. Eyni zamanda Fidan xanımla, bizim dəyərli xalq artistimizlə Gioacchino Rossini'nin Sevilla Bərbər operasından Rosina və Figaro'nun duetini ifa edəcəyik. Bizim bu qala konsertə çox məsuliyyətli bir hazırlıq prosesi olub. Mən Fidanla eyni kurs oxuduğuma görə, Fidanı uşaq yaşından tanıdığıma görə özümə borc bildim ki, rəfiqəmə gəlib kömək eləyim bu işdə. Çox xoşbəxtəm ki, bu festival hal-hazırda nəinki bizim yaşlarımızı, cavanları, tələbələri, şagirdləri, onlarda böyük bir maraq yaranıb və opera ifaçılığı, klassik musiqi sevərlər daha da böyük sevgi ilə, məhəbbətlə bu sənətə yanaşırlar və tez-tez konsertlərimizə gəlirlər.